Bir çoxumuz Allah kəlməsini işlədirik. Amma Allah kəlməsinin mənasını bilirikmi? Və Allah kimdir? Birincisi, Allah kəlməsi şək yoxdur ki, alimlər arasında sözün mənasında sözlər olmağına baxmayaraq, ən gözəl alimlərdən biri gözəl söz işlədib. İbn Kəthir rahimehullah deyir ki, Allah uca və mübarək Rəbbin bir vəsfidir. Və o ən əzəmətli addır. Çünki o bütün vəsflərlə vəsf olunur. Və Allah subhanahu wa ta'ala elə bir adla adlanıb ki, başqası bununla adlanmayıb. Və ona görə də görmərsən ki, bu ərəb dilində bu hansı bir feildən, ya hansı bir nədənsə düzəlsin. Yəni kökü. Və elmə arası bəzidir ki, bu ələhə feilinin iləhun, yəni ələhə feili, yəni ibadət olunan iləhun mə'bud sözündən ibadət olunan mənasına götürülür. Və hər bir halda mənası, ən gözəl mənası odur ki, Allah subhanahu wa ta'ala'nın kəlməsi ən əzəmətli bir addır. Və özündə ən gözəl vəsfləri daşıyır. Allah kimdir? Və hamımız bəlkə də bilirik. Həmd surə deyirik, Fatihə surəsi deyirik, kitabın açılışı deyirik. Baxın, Allah subhanahu wa ta'ala bizə ilk kitabın açılışında da, hətta kitabın başlarında Bismillahirrahmanirrahim, rəhimli, mərhəmətli Allahın adı ilə Elhamdülillahi Rabbil aləmin, aləmlərin Rəbbinə Allah həmd olsun, həmd ona məxsusdur, haqlıdır. Və bu sözləri işlədirik. Və bu nəyə göstərir? Göstərir ki, Allah subhanahu wa ta'ala qullarını yaradıb, kainatda, yerdə və göydə hər bir şey yaradıb, yaradan da odur və ondan başqa yaradan yoxdur. Və Allah subhanahu wa ta'ala öz qullarını nemətləri bəsləyib və onlardan istədiyi bir şey bir dənədir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Və mən cinləri və insanları məni ibadət etmək üçün yaratdım. Ona görə əzizlərim, başa düşməyə lazımdır ki, Allah kəlməsi əzəmətli bir kəlmədir. Əzəmətli bir kəlmədir. Və Allah subhanahu wa ta'ala bizi boş-boşuna yaratmayıb və Allah xaliqdir və özündə ən gözəl adlar və vəsfləri daşıyır və bizdən də bir istəyi var ki, biz ona ibadət edək və ona heç bir şeydə şərik qoşmayaq.